Xoş gördük. Bugün bilirsiniz bizə göndərdiyiniz çox maraqlı və bir o qədər də qısa bir mənbəni araşdıracağıq. Yəni bu dərin təhlilimizdə adət etdiyimiz o qalın məcəllələr, uzun məqalələr yoxdur. Sadəcə tək bir sual var ortada. Faizlə borc vermək qanunidirmi? Bəli, çox qısa, amma hüquqi və maliyyə baxımından olduqca ağır və fundamental bir sualdır. Gəlin bunu aydınlaşdıraq, çünki düzü bəzən ən qısa mətnlər bizi ən böyük intellektual axtarışlara aparıb çıxarır. Təsəvvür edin, dostunuza pul verirsiniz, amma inflyasiyadan zərər görməmək üçün 10% əlavə istəyirsiniz. Və qəfildən bəlkə də heç fərqində olmadan qeyri-qanuni bank fəaliyyəti ilə məşğul olursunuz. Yəni burada ən maraqlı məqam odur ki, göndərdiyiniz bu mənbə bizə hazır bir cavab vermir. Aha, sadəcə istiqamət verir. Dəqiq. Sualın məhz qanunidirmiş şəklində qoyulması, o fərdi qeyri-rəsmi razılaşma ilə dövlətin tənzimlədiyi rəsmi sistem arasındakı sərhəddi axtarmaq deməkdir. Bilirsiniz, bu sanki böyük bir məlumat dənizində ən həlledici detalı tapmaqdır. Bu mənə böyük və bağlı bir qapının üzərindəki açar dəliyini xatırladır. Biz bilirik ki, o qapının arxasında bütöv bir hüquqşünaslıq otağı var. Amma bu tək cümləlik mənbə bizi sadəcə o dəlikdən içəri baxmağa yönəldir. Çox gözəl bənzətmədir. O otaqda, belə deyək, iqtisadiyyatın təməl mexanizmləri yatır. İnsanlar çox vaxt düşünür ki, pula faiz qoşulanda sadəcə səmimiyyət etir. Amma əslində məsələ bu deyil. Bəs nədədir? Yəni qanun niyə ümumiyyətlə buna müdaxilə etməyə ehtiyacı duyur? Çünki faiz əslində riyazi bir sığortadır. Ən sadə dillə desək, pulun kirayə haqqıdır. Siz kiməsə pul verəndə, o pulun gələcəkdə alıcılıq qabiliyyətini itirmə riskini sığortalayırsınız. Aha, yəni özümüzü inflyasiyadan qorumağımız normaldır. Tamamilə normaldır. Lakin qanunsuzluq o vaxt baş verir ki, bu kirayə haqqı sələmçiliyə çevrilir. Yəni lisenziyasız, qeyri-mütənasib bir gəlir mənbəyinə dönür. Başa düşürəm. Yəni bunu sanki maşın sürməyə, avtomobil icarəsinə bənzədə bilərik, düzdür. Tutaq ki, mən maşınımı həftə sonu üçün sizə verirəm. Bu tam qanunidir. Bəli, bu sadəcə fərdi yardımlaşmadır. Amma mən hər gün sizdən və başqalarından maşınıma görə müəyyən bir məbləğ alıramsa, mən artıq qeydiyyatssız bir taksi və ya avtomobil icarəsi şirkətinə çevrilirəm. Qanun da yəqin ki, məhz bu xətti axtarır. Bəli, məhz belədir. Dövlət deyir ki, dayan, sən artıq fərd olaraq yox, kredit təşkilatı kimi fəaliyyət göstərirsən və belə bir fəaliyyət üçün xüsusi lisenziya, vergi öhdəlikləri lazımdır. Yəni o sualın məhz bu formada verilməsi ona görə önəmlidir ki, biz o fərdi yardımla qanunsuz sahibkarlığın arasındakı qırmızı xətti görə bilək. Bütün bu hüquqi detalları, o qırmızı xətti falan bir anlıq kənara qoysaq, sizə bir sual vermək istəyirəm. Hətta bizi dinləyən dəyərli izləyicimizə də aiddir bu. Məhz maliyyə məsələsində bu qanunidirmi deyə soruşmaq cəmiyyətdəki dərin bir inamsızlıqdan yaranır, yoxsa bu sadəcə rasional bir ehtiyatlılıqdır? Yox, mən heç vaxt buna inamsızlıq deməzdim. Əgər biz hadisələrə daha geniş miqyasda baxsaq, bu sırf sağlam tənqidi təfəkkürün göstəricisidir. Rasional ehtiyatlılıq yəni. Məhz o. Tarix boyu insanlar şahid olublar ki, əgər bu faiz mexanizmləri nəzarətsiz qalarsa, çox sürətlə bütöv ailələr, hətta böyük cəmiyyətlər borc bataqlığına sürüklənə bilər. Sələmçilik qanunları da kimisə cəzalandırmaq üçün deyil. Aha, sistemi qorumaq üçündür. Bəli. Cəmiyyətdə o bataqlığın yaranmasının qarşısını almaq üçündür. Doğru sualı vermək qanunun bu qoruyucu tərəfini anlamağın ilk addımıdır. Biz bu sualla əslində bu riskin qarşısını necə alaq deyə soruşmuş oluruq. Maraqlıdır. Deməli sizə, yəni bizə bu mövzunu göndərən dinləyicimizə xüsusi təşəkkür düşür. Sizin göndərdiyiniz bu qısa və konkret mənbə bəlkə də bizə hazır hüquqi məddələr vermədi, amma çox vacib bir şeyi xatırlatdı. Düzgün sualı formalaşdırmağın bəzən cavablardan daha vacib olduğunu. Tam olaraq. Bəzən düzgün sualı formalaşdırmaq qarmaqarışıq cavablar axtarmaqdan çox daha önəmlidir. Sizin bu marağınız vaxtımıza qənaət edərək birbaşa olaraq maliyyə savadlılığının təməl daşlarından birinə diqqət çəkməyimizə şərait yaratdı. Həqiqətən də. Fərdi münasibətlərlə dövlət nəzarəti arasındakı o boz zonanı çox gözəl işıqlandırdınız. Elədir. Və bugünkü dərin təhlilimizi yekunlaşdırmazdan əvvəl istərdim ki, bir məsələnin üzərində düşünəsiniz.
Qanunilik məsələsini, yəni o rəsmi tərəfi, lisenziyaları tamamilə bir kənara qoysaq, sırf əxlaqi və sosial baxımdan sizcə faizlə borc vermək sisteminin sərhədləri necə və kim tərəfindən müəyyən edilməlidir? Bunun üzərində düşünməyi isə sırf sizin öz ixtiyarınıza buraxıram. Mütləq bu barədə düşünün.